Esselamu Aleyküm abi. Və aleyküm salam hocam. Abi, niyə Peyğəmbərimizə salavat oxumalıyıq? Çünki Əhzab surəsinin 56-cı ayəsində Rəbbimiz belə buyurur. Bismillahirrahmanirrahim. Şübhəsiz ki, Allah və mələkləri Peyğəmbərə salat, yəni dua edirlər. Ey iman edənlər, siz də ona salavat və salam oxuyun. Esselamu Aleyküm Tural. Və aleyküm salam. Tural, iman edib salih əməl işləyənlərin aqibəti necə olacaq? Bununla əlaqədar Nisa surəsinin 122-ci ayəsində Rəbbimiz belə buyurur. Bismillahirrahmanirrahim. İman edib salih əməllər işləyənləri atlarından ırmaqlar, çaylar axar içində əbədi qalacaqları cənnətlərə yerləşdirəcəyik. Bu Allahın gerçək vədidir. Allahdan daha doğru sözlü kim ola bilər? Esselamu Aleyküm Qurban. Və aleyküm salam hocam. Qurban, cəhənnəmə girənlərin oradakı əzabı çoxmu qorxunc olacaq? Rəbbimiz Nisa surəsinin 56-cı ayəsində belə buyurur. Ayələrimizi inkar edənləri çox yaxında qorxunc bir ateşə atacağıq. Onların dərləri qızarıb qovrulduqca yerini başqa dərlərlə dəyişdirəcək ki, əzabı heç aralıqsız dadmağa davam etsinlər. Allahın qüdrəti hər daim üstün gələn, hər hökmü və işi hikmətli və sağlam olandır. Esselamu Aleyküm Rəşad. Aleyküm salam. Rəşad, Qur'an-ı Kərim necə bir kitabdır? Quran-ı Kərim Yunus surəsinin 37-ci ayəsində belə buyurulmuşdur. Bismillahirrahmanirrahim. Bu Quran Allahın kəlamı olub, ondan başqası tərəfindən ortaya qoyulan bir kitab deyildir. O, özündən əvvəlki ilahi kitabları doğrulayan və Allahın hökmlərini açıqlayan və özündə heç bir şübhə olmayan aləmlərin Rəbbindən gələn bir kitabdır. Esselamu Aleyküm Hasan. Və aleyküm salam. Hasan, Allahın qullarına mərhəməti həqiqətən çoxmu böyükdür? Rəbbimiz Həc surəsinin 65-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Görmədimmi Allah yer üzündə olan hər şeyi və dənizdə əmri ilə axıb gedən gəmiyi də sizin əmrinizə verdi. Öz cəzası olmadan yerin üzərinə düşməsin deyə göyü də o tutmaqdadır. Şübhəsiz ki, Allah insanlara çox şəfqətlidir və çox mərhəmətlidir. Esselamu Aleyküm Abdullah. Və aleyküm salam. Abdullah, dünya həyatı necə bir yerdir? Rabbimiz Ankabut surəsinin 64-cü ayəsində belə buyurmuşdur. Bismillahirrahmanirrahim. Yaxşı idrak edin ki, bu dünya həyatı boş bir oyun və əyləncədən başqa bir şey deyildir. Ahirət yurduna gəldikcə isə bax, gerçək həyat odur. Keşke bunu bilmiş olsalardı. Esselamu Aleyküm Xalil. Və aleyküm salam hocam. Xalil, Peyğəmbərimizə ilk enan ayələr hansıdır və bu ayələr nədən bəhs etməkdədir? Alaq surəsi ilk 5 ayəsidir bunlar. Bismillahirrahmanirrahim. Yaradan Rəbbinin adı ilə oxu. O insanı əlaqdən vaxtalanmış qandan yaratmışdır. Oxu sənə qələmlə yazı yazmağı öyrətdi. Beləcə insana bilmədiyini öyrədən Rəbbin sonsuz kərəm sahibidir. Esselamu Aleyküm Oruc. Aleyküm salam hocam. Oruc, ən çox yaxşılıq edilməsi, gözəl rəftar edilməsi lazım olan insanlar kimlərdir? Rəbbimiz Nisa surəsinin 36-cı ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Allaha qulluq edin və ona heç bir şeyi ortaq qoşmayın. Ata-ananıza yaxşılıq edin, qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşuya, uzaq qonşuya, yaxın dosta, yolda qalmışlara, əlinizin altında olan kölə, cəriyə, xidmətçi və işçilərə yaxşılıq edin. Çünki Allah özünü bəyinən və çoxsa böbürlənib duran kimsələri qətiyyətlə sevməz. Esselamu Aleyküm Məhrac. Aleyküm salam hocam. Möminlər Allahı necə zikr edirlər Məhrac? Hocam, Allah Teala Ali İmran surəsinin 191-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. O ağıl sahibləri ayaqda durarkən, oturarkən və yolları üzərində yatarkən daima Allahı zikr edərlər. Göylərin və yerlərin yaradılışını təfəkkür edərlər və Rəbbimiz, sən bunları boşuna yaratmadın, sən bütün əşli sifətlərdən uzaqsan, bizi cəhənnəm əzabından qoru deyərlər. Esselamu Aleyküm Rəyan. Və aleyküm salam. Rəyan, zalim insan kimdir? Rəbbimiz bu haqda Ələm surəsinin 20-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Allah haqqında yalan uyduran və ya onun ayələrini yalan edən daha zalim kim ola bilər? Şübhə yox ki, zalimlər tutuşa çata bilməzlər.
Esselamu Aleyküm Kenan. Və aleykümselam. Kenan, ziyan içərisində olanlar, zərər çəkənlər kimlərdir? Bu mövzuda Rabbimiz Asr surəsində belə buyurub. Bismillahirrahmanirrahim. And olsun zamana iman edib salih əməl işləyənlərdən, haqqı və səbir bir-birinə tövsiyə edənlərdən başqa herkes ziyan içərisindədir. Esselamu Aleyküm Kamil. Və aleykum salam hocam. Kamil, bəzi insanlar Allaha baba deyə xitab edirlər. Bu nə qədər doğrudur? Heç də doğru deyil hocam. Çünki Rabbimiz İxlas surəsinin 3-cü ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Allah nə doğdu, nə də doğulmadı. Yəni Allahın nə valideynləri var, nə də ki övladı. Esselamu Aleyküm Onur. Və aleykum salam. Onur, Allah Teala Peyğəmbərimizi necə birisi olaraq göndərdi? Rabbimiz bununla əlaqədar Ənbiya surəsinin 107-ci ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Biz səni aləmlərə sadəcə rəhmət olaraq göndərdik. Esselamu Aleyküm Vali. Aleykum salam. Vali, Allah Teala həqiqətən bizim dualarımızı qəbul edirmi? Bəli hocam, edir. Bu haqda Bəqərə surəsinin 186-cı ayəsində Rəbbimiz belə buyurur. Bismillahirrahmanirrahim. Qullarım sənə məni soruşduqları zaman bilsinlər ki, mən onları çox yaxınam və mənə dua edənlərin dualarını qəbul edərəm. Esselamu Aleyküm Boyraz. Aleykum salam hocam. Boyraz, ən xeyirli ümmət hansı ümmətdir? Peyğəmbərimizin ümmətidir hocam. Yəni bizlər. Çünki Rabbimiz Ali İmran surəsinin 10-cu ayəsində belə buyurur. Bismillahirrahmanirrahim. Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edərsiniz, pisliklərdən uzaqlaşdırarsınız və Allaha inanarsınız. Esselamu Aleyküm Mert. Və aleykum salam. Mert, Kövsər surəsinin 3-cü ayəsi nədən bəhs etməkdədir? Bu ayə Peyğəmbərimiz soyunun davamıca ilə gedərdir. Rabbimiz bu ayədə belə buyurur. Bismillahirrahmanirrahim. Şübhə yox ki, əsas soyuq, kəsik olan sana qarşı nifrət bəsləyənlərdir. Esselamu Aleyküm Rauf. Aleyküm salam. Rauf, Allahın bütün dinlər içərisində tək sevdiyi və ya bəyəndiyi din hansıdır? İslamdır hocam, çünki Rəbbimiz Maidə surəsinin 3-cü ayətində belə buyurur. Bismillahirrahmanirrahim. Bugün sizin için dininizi kəmələ çatdırdım. Sizə nemətimi tamamladım. Sizin için din olarak İslamiyeti beğendim.